Nöqtələrin yerinə hansı cümlə artırılsa, fikrin tamamlanması üçün uyğun olar. Mətndə nöqtələr verilmiş hissə bu hissədir ki, beləliklə böcək yavaş-yavaş bitkinin həzm edə biləcəyi qidaya çevrilir. Nəticədə nə baş verirsə onu yazmalıyıq. Düzgün cavabımız olacaq. Həzm prosesi tamamlandıqdan sonra bitki qida maddələrini mənimsəyir və tələ açılır. Yəni o bitkini həzm edə biləcəyi bir maddəyə çevirir, həzm edir. Daha sonra işi bitdikdən sonra təkrar yeni ovları əldə etmək üçün tələ açılır. Digər variantlarda yazıb ki, böcək bitkinin tələsindən qurtulub qaçmağı bacarır, amma artıq böcək məhv olmuşdu. Tələdən çıxarıb başqa yerə atır, bu da uyğun gəlmir. Daha sonra su və torpaqdan aldığı qida ilə böcəyi qidalandırır. Yəni artıq böcək məhv olduğuna görə bu fikir də yanlışdır. Digər fikir də yanlışdır.